kənara atmaq lazım deyil. Bunlara diqqət etmək lazımdır və uğurun bir hissəsi məhz bundan asılıdır. Azər bir daha salam. Yaxşı fürsət düşdü bir 5 dəqiqə söhbət eləməyə. İstərdim sizə qısaca bir suallar verim bu tradinglə bağlı. İlk növbədə sizcə uğurlu ticarətçinin hansı vərdişləri olmalıdır? Nə məsləhət görərdiniz? Uğurlu ticarətçinin, yəni ümumiyyətlə uğurlu ticarət üçün əsas vərdiş nədir? Birinci nizam-intizam. Ondan əlavə həmişə öz üzərində işləmək, elmini, savadını artırmaq, daim irəli getmək. Əsas bunlardır. Amma yenə də deyirəm, burada bildiyi məlumatları, bildiyi informasiyanı, elmi, savadı daha da artırmaq üçün yeniliklər axtarmaq daima, yeni texnologiyalarla tanış olmaq, pozitiv olmaq, məqsədə yönlü. Bunlar birinci növbədə. Negativ informasiyadan uzaq olmaq lazımdır. Bir də belə bir şey var ki, yəni uğurlu ticarətçi, uğurlu biznesmen, uğurlu trader, uğurlu bazar iştirakçısı onun genetik kodunda da müəyyən informasiyalar var, olmalıdır. Anadan gəlmə istedad, müəyyən vərdişlər var ki, onlar genetik kodda olur. Genetik kodda olur. Adam var ki, onların siqnalını öldürür. Adam da var ki, onları daha da gücləndirir, inkişaf elətdirir. Ona görə istənilən halda daima məqsədə getmək və mübarizə aparmaq, mübariz olmaq. Çox gözəl, çox gözəl. Təşəkkür edirəm. İkinci sual belə ki, bizim kanalımızı sizə də izləyirlər, biz də izləyirlər. Belə bir sual var. Kimsə maraqlanır, başlamaq istəyir, amma tərəddüd edir. Siz o insana nə məsləhət görərdiniz ki, öncə anlasın ki, trading onunluqdur yoxsa yox? Yəni hansısa bir belə siqnal varmı, hansısa bir bunu öyrənmək üçün? Onu siqnal hər bir insanın canında siqnal var. Hər bir insan böyük işlərə qadirdir, amma təəssüf ki, hər insan bilmir ki, nəyə o qadirdir. Axıra qədər bilmir. Ona görə insan məqsəd qoyursa qarşısına, mən həmişə belə deyirəm ki, ya başlayırsansa axıra qədər get. Getməyəcəksə, ondan sonra başlama. Yəni, başlayırsansa hər bir işin axırına çatmalısan. Bu söhbət tradingdən təkcə getmir. Bu həyat təcrübəsidir, istənilən sahəyə aiddir, istənilən hər şey götürsək, təhsili də, səhiyyəni də götürsək, hüquq götürsək, tikintini, istənilən sahəni götürsək, insan əgər məqsəd qoyursa qarşısına, hər hansı bir məqsəd qısa müddətli ola bilər, orta müddətli ola bilər, uzun müddətli ola bilər. Ona görə yəni belə bir şey var da, o atalarımızdan, babalarımızdan gəlirdi ki, yarımçıq iş qoymaq olmaz. İşi başlamırsa axıra çatdırmalısan, yəni məntiqi sonluğa çatdırmalısan. Orada əlbəttə müəyyən qədər problemlər də ola bilər, bariyerlər də ola bilər, müəyyən müqavimətlər ola bilər, amma güclü insan hər bir şeyə qadirdir. İmkanlar heç bir məhdudiyyətə sahib deyil. Bəli. Çox sağ olun. Və sonuncu sualımız və siz illərdir ki, bu işlə məşğulsunuz, yəni çox həyatınızın bir hissəsini həsr etmisiniz. Amma sizi ümumiyyətlə bu işdə nə ilhamlandırır? Yəni, bu hamımıza maraqlıdır, bilmək istəyərdik. Çünki çətinliklər çoxdur, amma buna baxmayaraq siz davam edirsiniz. Hətta inkişaf edirsiniz buna baxmayaraq ki, illərlə məşğulsunuz, amma inkişaf edirsiniz. Sizi nə ilhamlandırır bu işdə? İlhamlandırır, bir növ o bizim məşhur kinoda deyir, məşhur klassik kinomuzda adətgərdə eləmişik. Yəni, belə yaranıb. Yəni, biz daima, yenə də deyirəm, nəinki bu sahədə, yəni başqa sahələr də bizdə olub, hal-hazırda da var, müəyyən qədər digər sahələr. İlhamlanma odur ki, inkişaf eləmək, öz üzərində işləmək, öz üzərində işləmək. Yəni, belə bir neobxadimlik как бы ehtiyac hissi olunur. Yəni, bu ehtiyac ondan irəli gəlir ki, yəni bütün bu proseslər insanı mənəvi cəhətdən qidalandırır.
onu mən belə deyərdim ki, sağlam olmağa aparır, hətta cavan qalmağa nisbətən, yəni qalmağa aparır və insan daima pozitivləşir. Pozitivləşmə özü bir ilhamdır, özü bir stimuldur, özü bir belə bir dopingdir həyatda. Ona görə biz o dünyada adlı sanlı insanlar var, yəni investorlar var, Belə. böyük idarə edən, investisiyalar idarə edən şəxslər var. Biz görürük ki, onların 80 yaşında, 90 yaşında da ilhamımızlar. Bəli, bəli. Daima, elədirmi? Bəli, tam Warren doğrudur. Buffett'i götürək, başqalarını götürək. İndi burada bir çox şəxslər var ki, bəlkə də ola bilər ki, biz elə şəxslərə baxmışıq, oxumuşuq. Bəlkə elə adamlarla, elə insanlarla həyatda görüşmüşük. Onlar bizdə belə bir keyfiyyəti inkişaf elətdiriblər. Sonra görürük ki, bu çox gözəl bir şeydir. O dəyəri yəni qiymətləndirilməyən bir şeydir. Yəni o qiymətlə hər hansı bir rəqəmlə ölçülmür. Bəli. O elə bir dəyərdir ki, o qiymətsiz deyirlər də bezsən. Bəli. O belə bir şeydir. Ona görə onunla gəlir. İnkişaf elədikcə, öz üzərində işlədikcə kənar cəmiyyətin özündə də bir münasibət görürsünüz özünüzə qarşı. Bu da sizə bir stimul gətirir ki, yəni insanlar, yəni bir məsuliyyət yaranır. Cəmiyyət qarşısında müəyyən insanlara nəyisə ötürmək, nəyisə vermək, nəyisə kömək eləmək və s. Çünki bizə də vaxtilə eləyiblər. Vaxtilə eləyiblər müəyyən sahələrdə. Ona görə o davamını görür. Bir növ o məsuliyyət, yəni cəmiyyətdə olan məsuliyyət də onu yaradır ki, yəni biz də bir şey yaramalıyıq. Biz bir şeyi həyatda, missiyanı həyata keçirməliyik. Bəli, bəli. Çox sağ olun. Təşəkkür edirəm. Vaxtınızı ayırdınız. Sağ olun. Sağ olun.